Vahdehu la şərikə ləh və əşhədu ənə Muhammədən abduhu və rasuluh. Mən də əziz dostları, əziz qonaqları salamlayıram. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Və şükür olsun Allaha ki, Allah Teala bizim elimizə, obamıza belə gözəl, mübarək toy məclisləri nəsib eləyir. Allaha həmd olsun. Həqiqətən də bu biz üçün ən böyük nailiyyətdir ki, biz bu günləri ölkəmizdə 70 illik ateizm əsarətindən sonra artıq biz öz dinimizə qayıtmışıq. Artıq biz elimizdə, obamızda bu əzəmətli adətimiz, Allah Teala'nın yer üzündə qoyduğu dəyişilməz sünnəsi olan kövni bir qədəri, şəri həmçinin də sünnəsi olan bu insanların Adəm evladının cütləşməsi mərasimin Allah həmd olsun ki, Allah və Rasulunun buyurduğu bir şəkildə edirik. Baxmayaraq ki, bugün bir çox insanlar gedirlər elçiliyə. Elçilikdə hər kəs deyir ki, Allahın əmri ilə, Peyğəmbərin sünnəsi ilə. Amma ondan sonra, elçilikdən sonra nə baş verirsə, hamısı Andreyin, İvanın sünnəsi ilə gedir. Allah və Rasulunun sünnəsi qalır elə o elçilik mərasimində, bir dənə qızı istəyəndə. Allahın əmri, Peyğəmbərin sünnəsi. Allahın əmri, Peyğəmbərin sünnəsi. Biz doğulan gündən, necə ki, qulağımıza azan iqamə deyilir, qəbr evinə qədər Allahın əmri, Peyğəmbərin sünnəsi olmalı. Bax, bu günlər ən gözəl günümüzdür, ən xoş günümüzdür. Allah Teala Müşfiq qardaşımızın gözlərini aydın eləsin. Onun yeri gəlmişkən oğlunu da, Fuad qardaşımızı da təbrik edirəm. Gözəl təbriklərə qoşularaq Bərakallahu ləkə və bərəkə aleykə və cəmə beynəkumə fi xeyr. Bu gözəl məclisi yaşayırıq biz. Əgər bu gözəl günümüzü, madem ki bunu bizə bəxş edən Allah Teala'dır, bunu bizə müvəffəq edən Allah Teala'dır, bunu bizə müyəssər edən Allah Teala'dır, necə də ola bilər ki, biz bunu Allahın dediyi kimi eləməyək? Qardaşımız gözəl mövzu açdı. Allahın nimətləri. Və in təuddu ni'mətəllahi fələ tuhsuhə. Əgər siz Allahın nimətlərini saymağa başlasanız, onları sayıb bitirə bilməzsiniz. Çünki bizim gördüyümüz, görmədiyimiz, hiss etdiyimiz, hiss etmədiyimiz, mahiyyətinə vardığımız, varmadığımız nə qədər nimətlər var. Bax, bizim dayanmadan gözümüzü qırpmağımız var. Əgər biz gözümüzü qırpmasaq, bizim gözümüz kör olar. Hər dəqiqə, hər an biz udğunmasaq, boğazımız quruyar, yemək yeyə bilmərik. Baxın, mahiyyətində deyilik. Önəmsəmirik. Lakin Allahın nimətləri içində yaşayır. Və qaldı ki, böyük nimətlər olsun. Ən böyük nimət də Allah Teala'nın insanlara göndərdiyi dinlərdir. Allah Teala hər bir qövmə, hər bir tayfalara, hər bir xalqlara daima ara sıra peyğəmbərlər göndərərdi. O zaman ki onlar dinlərində zəifləyəndə Allah Teala peyğəmbərlər göndərərdi. Peyğəmbərlər onları Allahın əzabı ilə qorxudar, Allahın müjdəsi ilə, cənnəti ilə isə müjdəliyərdi. İtayət edənləri sevindirərdilər həmin o peyğəmbərlər. O zaman ki insanlar dinində artıq zəifləyərdi. Allah da hər dəfə peyğəmbər göndərir. Lakin sonuncu peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm sonuncu Rasul olaraq və Nəbi olaraq göndərildi. Onunla Allah Teala risalətə xitam vurdu. Çünki ən kamil, ən gözəl dini Allah Teala göndərdi və bütün bəşəriyyəti və səqaleyni o dinə tabi etdi və o dini də qiyamətə qədər hökmün qüvvədə saldı və keçmişdə olan bütün dinləri, söhbət səmavi, həqiqi dinlərdən gedir, onların hökmünün hamısını nəsx elədi. Hansı ki onların çoxsu da artıq o zaman təhrifə uğramışdı. Nimətlər dedik, nimətlər barədə söz açdıq. Nimətlər çoxdur, dediyim kimi danışmaqla bitən deyil. Lakin bizim bu günlər içində olduğumuz bu mübarək toy özü ən böyük nimətlərdən biridir. Necə? Şeyx danışdı ki, bu toy, bu mərasimlə, bu evliliklə nəsəb qorunur, insanların namusu, şərəfi qorunur, insanların varisləri qorunur, insanın varisləri, vərəsəsi davam edir. Hansı ki, bu da insan üçün önəmli bir şeylərdir. Nimətdir, nimətin üzərimizə gələn haqqı onun şükrün etməkdir. Hər bir nimətin. Necə ki, Allah qorusun, Allah Teala bütün müsəlmanlara afiyət versin, insana bəla gələndə üzərinə düşən səbr etməkdir. Nimət gəldikdə də şükür etməkdir. Yaxşı, bu niməti biz necə şükür eləməliyik? Əgər Allah Teala bir cavan oğlana gözəl, sağlam, namuslu, şərəfli bir ailədən bir qız nəsib eləyirsə və yaxud da o qıza gözəl, namuslu, dinli, şərəfli bir ailədən oğlan nəsib eləyirsə, hansı ki gələcəkdə bunların soyu bu cütlük üzərində davam eləyəcək, bundan böyük nimət nə ola bilər? Yaxşı, bu nimətin şükürü nədir? Necə eləməliyik ki, biz bu nimətin şükrün verək? Çünki nimətin haqqı var, onu ödəməliyik. Allahın rizasına onu istifadə eləyərək.
o ailədə dünyaya gələn evladlara İslami tərbiyə verərək və həmçinin də qarşılıqlı olaraq haqlar və hüquqlar ödənərək, bu barədə də danışdı bizim qardaşlarımız ki, Allah Teala qadının üzərinə kişinin haqlarını isə qadının üzərinə qoymuşdur. Qarşılıqlı haqlar var. Ata kullezi haqqın haqqa. Allah Teala ədalətindən və hikmətindən hər bir kəsin haqqın vermişdir. Yəni valideynin evlad üzərində, evladın valideynin, ərin arvad, arvadın ər üzərində, qonşunun qonşu üzərində, qohumun qohum üzərində, hakimin məhkum üzərində, məhkumun hakim üzərində, iş yoldaşları, yoldaşlar, hər kəsin bir-birinin üzərində haqqı var. Eləcə də ailə cütlüyünün. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Lehunne mislullezî aleyhinne bil ma'ruf." Allah Teala əmr edir ki, nə ki qadınlardan kişilər üçün tələb olunur, eləcə də kişilərdən qadınlar üçün tələb olunur. Sadəcə kişilər qadınlardan bir dərəcə üstündür. Sadəcə kişilər qadınlardan bir dərəcə üstündür. Bu da əzəmətli olan Allah Teala'nın hikmətidir. Bax, bu ayədə Allah Teala kişilərin də haqqından danışır, qadınların da. Qadınların haqqı nədir? Nə ki qadınlardan kişilər üçün tələb olunur, eləcə də kişilərdən qadınlar üçün tələb olunur. Hətta Abdullah bin Abbas deyərdi ki, Allah onun atasına razı olsun, mən həyat yoldaşımın bütün haqlarını ödəməyə çalışıram. Nəyə ki mən ondan gözləyirəm, onun da qarşılıqlı olaraq haqqını ödəyirəm. Hətta onun üçün bəzənirəm, ətirlənirəm. Sonra Allah Teala buyurur ki, sadəcə kişilər qadınlardan bir dərəcə üstündür. O da niyə görə? Onlar ruzi gətirdiklərinə görə, çöldə çəkdikləri əziyyətlərə görə və Allah Teala zaten kişini də hökmran yaradıb. Er-ricalu qavvamuna alən-nisə, kişilər qadınlar üzərində hökm sahibidir. Hökmranlıq kişiyə aiddir. Görmürsünüz Peyğəmbər gəlsin qadınlarda, ola bilməz. Çünki idarəçilik kişiyə aiddir. Evdə də söz sahibi kişi olmalıdır. Bax, bu ayədə Allah Teala cəmiyyətlərdə bu gündə yaşanan iki xarab xəstəliyi iptal edir kökündən. Birincisi feminizmdir. Qadınların özləri mütləqən ixtiyar sahibi saymaları. Feminizm qərbdə yaranan, qərbdən yayılan bir mədəniyyətdir, dırnaq arası ki, cəmiyyətləri götürüb gedib, hətta İslam cəmiyyətlərinə daxil olub. Belə ki, qadınlar bununla iddia edirlər ki, onlar kişilərlə eyni hüquq sahibidirlər. Çünki Allah Teala dedi ki, Quran-ı Kərimdə kişilər qadınlardan bir dərəcə üstündürlər. Yəni, ixtiyar sahibidirlər. Kişiləri Allah Teala qadınlar üzrində ixtiyar sahibi eləyib. Lakin ayətin əvvəlində Allah Teala nə dedi? Nə ki, qadınlardan tələb olunur, haqq olaraq eləcə də kişilərdən tələb olunur. Bu hansı xəstəliyi ailə binasında yaranan, sonradan ixtira olunmuş o xarab xisləti və əxlaqı iptal eləyir, o da narsistlikdir. Kişilərdə olan egoistlik, hansı ki özlərin üstün görürlər, hər bir işdə özlərin doğru çıxardırlar və öz haqlarını qoruyub, tələb edib, qarşı tərəfin haqqını ödəmirlər, evin, ailənin qayğısını çəkmirlər, axşama qədər çöldə, evə gələndə də telefonda və başqa səhlənkarlıqlar və bu da bugünkü cəmiyyətdə müasir termində narsistlik adlanır. Şeyx də dedi, hədisdə gəldiyi kimi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o kəsləri mutaffifin adlanır, ölçüdə və tərəzdə alladanlar. Çünki onlar öz haqlarını alırlar, yəni alanda yaxşı çəki ilə yaxşı qiymət almaq istəyirlər, lakin satanda isə nə edirlər? Onlar onu daha yüngül çəki ilə və daha baha qiymətə satmağa çalışırlar. Və hər bir xəstəlikdən qorunmağın şəriətimiz yolun qoyduğu kimi burada da bizə bir yolun qoymuşdur. Və beləcə Allah Teala ərin arvad, arvadın da ərin üzərinə qarşılıqlı haqların qoymuşdur. Bu şəkildə cəmiyyət sağlam ola bilər. Bu şəkildə ailələr sağlam ola bilər. Ona görə də keçmişdəki ailələrdə boşanma çox nadir hallarda olurdu. Labid də ola bilən bir şeydir. Allah Teala onun da bir son çıxış yolu qoyub. Lakin daha bugünkü kimi yox. Bir də nə bilim, adi bir şeyə görə ailə təməlindən dağılır. Təməlindən. Nədən maşın sürmək istəyir, həyat yoldaşı icazə bilmir, ona görə boşanırlar. Əli istəyir, qadın uşaq dünyaya gətirsin, qadın istəmir, ona görə boşanırlar. Məyər əvvəldə belə şeylər var idi. Bəs hanı ailənin ülfəti, hanı ailədə əsas o qayə ki, hansı ki evlilik o qayə üzərində, o məqsəd üzərində qurulmuşdur. Hanı o qayələr? Yoxdur, qayə ancaq dünyadır. Dünya istəkləridir, ötücü olan həzlərdir. Amma həqiqi ailə qayəsi qalmayıb.
Ona görə də hər bir işdə çıxış yolu dinə qayıtmaqdadır. Dinimizə dönməkdədir. Dinimiz kamil bir dindir. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün dininizi kamil etdim. Allah Teala dinimizi möhrün kamilliği ilə vurmuşdu və tam nemət olaraq tamamlamışdı. Üzerimizə düşən o dini gözəl bir şəkildə anlayıb o dinə tabi olmaqdır ki, bu gözəl evlilik hadisəsinin də insan öz həyatında haqqını vermiş olsun. Allah Teala bizlərə dini haqqı haqq olaraq göstərib ona tabi etsin. Batili batil olarak gösterip ondan uzak tutsun. Ve en doğrusunu Allah bilir. Ve ahiru davana enilhamdülillahi rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin.